Hamıya salam dostlar. Kenguru Riyaziyyat Olimpiyadası 7-8-ci siniflər üçün 2026-cı final suallarına baxırıq. Videoya keçməmişdən qabaq bir xatırlatma da eləyim. Digər videolara mütləq baxın. 2-ci sinif, 3-cü, 4-cü və 5-6-cı siniflərə. İndi isə 7-8-ci siniflərdir. İndi bilsəm, vaxt olduqca sualları təbii ki bilsəm, belə deyək də, məndə fərq eləmir, mən müəlliməm, nəyəm. Mən bilmədiyim mövzu haqqında heç vaxt yəni danışmaram ya o qədər dərindən. Yəni bilirəmsə suallara baxaram. Yox, hansısa sualı məsələn görmüsünüz də yəqin ki bu günə kimi videolara baxanlar. Hansısa sualı bilmirəmsə ötürürəm. Yəni bilməmək eyib deyil. Elə nazir belə deyək də nazirlikdə işləyənlər, elə rəhbər vəzifədə işləyənlər adamlar var ki, bunlara nəsə bir söz deyəndə elə adama baxırlar ki, üstdən aşağı belə deyək də. Elə bir ki məsələn dünyanın axırıdır yəni. Sualda əgər problem varsa, indi bilərsiniz nədən söhbət gedir. Sualda problemlər varsa, onları aradan qaldırmaq lazımdır. Yəni burada söz savaşına çıxmamışıq belə deyək də. Yəni sadəcə sual ətrafında müzakirə gedir. Yox, əgər səhvinizi qəbul eləmirsə, o özü ayrı bölmədir. Yəni mən də gördüm ki, yəni səhv suallar və yaxud da nə bilim hansı bir yerdə tərcümə səhvləri varsa, paylaşımlar eləyirəmsə, buna biraz biganə yanaşdılar. Daha çox yəqin ki müəllimlər istəməz, baş ağrı olsun. Daha çox valideynlər, şagirdlər biraz biganə yanaşdı. Çünki bundan qabaq videoda etiraz videosu da paylaşmışam. Yəni mənə burada baxış lazım deyil. Yəni imtahandan çıxandan sonra bunları paylaşmaq olardı. Baxış əldə etmək üçün. Yəni düz səhv deyirəmsə yazar səhv deyirsən. Sonra da ki yəni belə valideynlər və şagirdlər aktiv etiraz etsə ancaq bu məsələ düzələr. Yoxsa düzəlməyəcək. Yəni boş-boşuna belə deyək də danışmağın da, etirazın da heç bir mənası yoxdur. Yəni bir dənə tək məsəl üçün Daşqın müəllim deyək ki, paylaşır ki, bu sualda səhv var. Bu nə effekt verə bilər ki? Yəni, səhərdən axşama kimi deyim ki, yəni burada filan sualda səhv var, filan sualda səhv var, filan sualda səhv var. Gedim yüzlərlə səhv tapmaq olar. Yüzlərlə istənilən kitabdan, özü də istənilən kitabdan yüzlərlə səhv tapmaq olar. Yəni bir nəfər danışırsa, deməli onun xeyri olmayacaq. Yəni biraz dəstək xarakterli fikirlər yazsaz və yaxud da nəsə olsa, nəsə bir effekt olar. Nəysə, keçək suallara. Yenə də təbii ki, burada təkrar suallar olacaq ki, onları mən digər videoda demişəm, yenə də deyəcəm. Hansı bir yerdə artıq əski məqamlar var. Baxacağıq. Birinci sual təbii ki, çox 7-8-ci sinif üçün hər halda çox rahat sualdır. Yəni sadəcə burada nə tələb olunur? Bu sualın verilməsində məqsəd nədir? Mənfi müsbət söhbətləri hesablama səhvi kimsə eləyə bilər bu sualda. Ancaq bu sualda hesablama səhvi ola bilər və salam. Yəni belə normal sualdır. Birinci təbii ki, mötərizənin içindən başlayacaq buradan. 7-dən 8 çıxanda -1 eləyər. Şagird burada yazıb -1. -1 ilə 6-dan indi -1 çıxacaq. Baxın, diqqətlə baxın. 6-dan -1 çıxsaq, bu mənfi nə olacaq? Üstəgəl olacaq. Olacaq nə? 7. Bax, buradan buraya 7-dir. Şagird düz yazıb. İndi isə bu mötərizəyə baxırıq, bu əraziyə. 5-dən 7 çıxmalıyıq. Müsbət 7-dir. 5-dən 7 çıxanda -2. Yəni ki, baxın, buradan buraya hesablayanda -2 olacaq. İndi 4-dən -2 çıxmalıyıq. 4-dən -2 çıxanda nə olacaq? Mənfi. Üstəgəl olacaq. 4-dən -2 çıxanda deməli, burası da olacaq. Deməli, 6 üstəgəl olacaq. 3-dən 6 çıxanda, baxın, 3-dən 6 çıxanda. Burada. 3-dən 6 çıxanda nə baş verəcək? -3 olacaq. Yəni, buradan 3-dən 6-nı çıxandan sonra -3 alacaq. İndi isə 2-dən. 2-dən -3 çıxanda. 2-dən mənfi olanda, baxın, 2-dən çıxanda deyirik, -3 amma. 2-dən -3 çıxanda bunlar toplanacaq. Olacaq nə? 5. Yəni, buranı da 5 aldıq. Və nəhayət ən axırıncı, burada bir dənə 1 var. Burada da ən axırıncı 5 aldıq. Yəni, 1-dən 5 çıxacaqsan, nəticə olaraq nə alacaqsın təbii ki? -4. Yəni, cavab yekunda -4-dür. Şagird burada doğru yazıb. D variantı. Növbəti. Bu da çox rahat bir sualdır. Biraz fikirləşsəz taparsınız. Biraz daha çox fikirləşmə tələb eləyir. Deməli, 3 dənə kilid bağlanıb. 3 dənə kilidimiz var. 3 dənə də açarımız var. Yəni, onu açan, hər birini açan. Təbii ki, başqa açarlardan söhbət getmir. Yəni, 3 dənə, 1, 2, 3 dənə kilidimiz var. Və bunları açan hər hansı bir açarlar var 3 dənə. Deyək ki, bunlar açarlardır. Amma biz bilmirik hansı bu qıfılın açarı, bu 1, 2, 3 qıfıllarının hansı açarlar açır. Deyək, əgər 3 açar təsadüfi olaraq 3 kilidə taxılarsa.
Təsadüfdür. Yəni tutaq ki, məsələn bu açarı taxdım bu birinciyə, bunu ikinciyə, bunu da üçüncüyə. Bu təsadüfdür. Yəni demir ki, bu birincinin, ikinci, üçüncü. Və bu halda hansı hadisənin baş verməsi qeyri-mümkündür? Əvvəla mən biraz sualda məntiqsiz variantı göstərim. Yəni deyən deyirəm, səhvim olsa siz rəy bölməsinə faydalı bir rəy bildirərsiniz. Daha deməzsiniz ki, cəmaətə səhv tutur, özü filan videonun filan yerində səhv eləyib. Mən əvvəldə dedim axı, yəni mən səhv eləyə bilərəm. Sadəcə səhvi qəbullanmaq lazımdır. Mənim keçmiş videolarıma baxsaz görərsiniz ki, mən hər hansı bir rəylə razılaşmışam. Minnətdarlığımı da bildirmişəm rəyə görə, səhv tapıldığına görə. Nəysə, qeyri-mümkündürsə, bu Y variantı nədir bəs? Müəyyən etmək mümkün deyil. Yəni qeyri-mümkün variantı seçməliyik, ya da ki, müəyyən edə bilməyəcəyik də. Əgər sən məndən soruşmusan ki, qeyri-mümkündür, deməli mən onu müəyyən eləyəcəm də. Mən bir şey müəyyən eləyəcəm ki, qeyri-mümkündür. Necə deyə bilərəm ki, müəyyən etmək mümkün deyil? Ona görə Y variantını şagirdlər heç vaxt seçə bilməz burada. Çünki o bizə artıq variant kimi verilib. Bir şey ki, qeyri-mümkün olmağını müəyyən eləyirəmsə sualda biz onu soruşuruq. Mən onu necə müəyyən etməyə bilərəm ki? Qeyri-mümkün olduğunu tapmışım. Belə. Məncə bu Y variantı burada artıqdır. Ne baxaq. A variantı heç bir kilidi açılmır. Mümkündür də o. Heç bir kilit açılmaya bilər də. Çünki məsəl üçün birinciyə gəldi ikincinin açar, ikinciyə gəldi üçüncü açar, üçüncüyə getdi ikinci açar məsəl üçün. Heç bir kilidi açılmama müəyyən etmək olar. Yəni bu mümkündür. Sonra yalnız bir kilid açılır. Bir kilid açıla bilər. Çünki birinci açar gəlsə elə birinci açarın olsa, amma 2 ilə 3 yer dəyişmə eləsə. Deməli bu da mümkündür. D variantına bir dənə baxaq. Hər 3 kilid açılır. Bəli, təsadüfən bəxtimiz gətirdi. Elə birinci açıldı, ikinci açıldı, üçüncü açıldı. Bu da ola bilər. Amma yalnız 2 kilid açıldı. Yalnız 2 kilid açılır. Baş verməsi hadisi qeyri-mümkündür. 2 kilid necə açıla bilər ki? 2 kilidin açılması necə açıla bilər? Ancaq 2 kilid onda açıla bilər ki, birinci açıldı, ikinci açıldı, üçüncü məcbur açıldı da. Axı deyir, yalnız 2 kilid. Gördünüz? Yəni burada cavab C variantı qeyri-mümkündür. Çünki birinci açılsa, ikinci açılsa, üçüncü avtomatik açılacaq da, yerdə gələn açar olacaq. Ona görə yalnız 2 dənə kilid açıla bilməz. Cavab burada şagird doğru yazıb C variantı. Növbəti. Burada biraz nə deyirəm mən burada? Üçüncü sualda. Deməli, tək rəqəmli sözü işlənir. Bu sual düzdür. Sualla problem yoxdur. Burada tək rəqəmli sözü riyaziyyatda daha çox rast gəlinmir. Yəni necə deyirəm? Bu müəllimlər düşəcək üstümə bu sözə görə yəqin ki. Tək rəqəmli sözü riyaziyyatda daha çox mən məsəl üçün çox ret hallarda görə bilərəm. Bəlkə də görmərəm. Bir rəqəmli söz olar. Necə ki biz riyaziyyatda 2 rəqəmli deyirik, 3 rəqəmli deyirik, yəni say olaraq. Deməli tək rəqəmdə mən bir rəqəmli deyə bilərdim burada əslində. Bir rəqəmli. Yəni yenə deyirəm, sualda problem yoxdur. Sadəcə o tək rəqəmli bir rəqəmli olmalıdır. Və bu sualı da %100 burada bu tək rəqəmli sözünə görə bilirəm ki, tərcümə eləyirlər hər hansı bir yerdən. Təbii ki, bu xaricdən gələcəkdir. Yəni Kenguru Olimpiyadası xaricə aiddir. Sadəcə tərcüməni, bax bu tərcümə eləyirlər, amma yəqin ki, tərcümədir də bu. O tək rəqəmli sözündən tutmuşam. Tərcümə riyaziyyat müəllimi tərəfindən və yaxud da ki, tərcüməçi tərəfindən edilsə daha yaxşı olar. Düzgün tərcümə olunsun. Riyaziyyatçı sadəcə o tərcüməyə baxmalıdır ki, deməlidir ki, filan yerdə bu riyaziyyatda bu yoxdur axı belə bir şey. Ona görə tərcüməçi biraz da üstlərində işləməlidir. Riyaziyyat müəllimi tərcümə eləyə bilmirsə. Riyaziyyatçı məsələn olsa, sıfır riyaziyyatçı, yəqin ki, bu tək rəqəmlini orada bir rəqəmli eləyərdi. Məncə elə düşünürəm. Bəlkə də mən səhv düşünürəm. Baxarsınız. Yəni keçək suala. Sualda yəni problem yoxdur. Deməli, ən az gediş lazımdır, düzdürmü? Bəli, ən az gedişə mən nə etməliyəm? Baxaq. Ən alt sətrə tək rəqəmini gətirməliyəm. Yəni ki, tək rəqəmli burada nədir? Cədvəldə. 3-dür, 2-dir, 8-dir, 5-dir. Bitdi də, çünki ən aşağıda mən 4 dənə yaza bilərəm. Bu 4 dənədir. Ən aşağı sətrə gətirməliyəm. Zaten ən aşağıda 3-dür. Bunun yerini
Yəqin ki, tərpətməzlər. Bir də 2-dir. Yəni bunlara niyə deyim ki, ən aşağıdadır. Deməli mənə lazımdır ki, 5-lə 8-i mən gətirim hara? 28 və ya 35-in yerinə. Belə. Hə. Və ən az gedişə. İndi görək nə edə bilərik də və xanada da ədədləri deyir, hara istəsən apar. Bir xana sola, bir xana sağa, yuxarı və aşağı. Yəni məsəl üçün bu 5-i götürüb buradan bura və yaxud da sağına və yaxud da soluna və yaxud da aşağına gətirmək olar. Təbii ki, mümkün deyil sağa, bir də aşağıya. Çünki mən ya yuxarı ya da sola getməliyəm. Boş yer oradadır. Gəl sola gedək. Çünki yuxarı getsəm çox gediş məncə düşünəcəm olacaq. Gəl sola gedək. Bax birinci gediş bura gəldi. 5-i gətirdim. 5 yoxdur. Bu birinci gediş. Xətt qoyuram. Gedişləri xətt olaraq qoyacağam burada. Ya üstəgəl qoyaq da. Üstəgəl qoyduq. Birinci gediş. Deməli ikinci gediş nə edə bilərəm? 28-i qaldırım yuxarı ki, bu 8-i mən gətirmək istəyirəm bura. 28 oradan çıxmalıdır. 35 falan çıxmalıdır, amma bu 28-i birinci çıxardım, yerləşdirim, sonra 35-ilə fikirləşərəm. Buraları biraz boşaldaq. Deməli 28-i gətirdim bura. Bu 5-2 qalmışdı ya, ora. Yəni bu bir gediş. Sonra 28-i bir dənə də atdım, yuxarı gətirdim bura. Daha fərqi yoxdur. 28-ə dəymək olmaz onsuz. Deməli hamısını sildim. Deməli 2 gediş var idi. 28-də yuxarı getdim, 3-cü gediş oldu. Buranı silirəm. 28 bizdə hal-hazırda, baxın diqqətlə baxın, burdadır. İndi mən 8-i bura boşdur. 8-i bir vaid sola, yəni bir gediş. Bu bir gediş. Yəni 8 hal-hazırda burdadır. Sonra 8-i bir vaid hara? Təbii ki, aşağı, boş yer oradır. Bu da bir gediş. İndi buranı silək. Bura 8-dir. 3, 8, 2. Bir dənə qalıb nə? 5. Daha doğrusu 5-i gətirsəydim də eyni olacaqdı da. Yox, uzanacaq sonra. Gəlin belə eləyək. Bu 5-i gətirsəm də eyni olacaq. Mən heç bir şey dəyişmirəm. Sadəcə burada 28 yoxdur. 5 buradaydı da. 5-i bura gətirib və 5-i bura gətirəndə 2 gediş olacaq. O 2 gedişə bunu da bura yazmışam mən. Hə. Mən 5-i gətirsəm daha yaxşı olar. Deməli 5-i gətirdik bura. İndi gəldik nə edək? 8-i mən məcbur hara gətirməliyəm? 35-in yerinə. 35 üçün deməli 35 özü yuxarı qalxmalıdır. 134 olmur. 134-ü tərpətmək üçün bu 102 yuxarı qalxmalıdır. Başqa yerim yoxdur. Deməli mən nə etməliyəm? 102-ni məcbur yuxarı qaldırmalıyam. 102 gəldi bura. Yəni bu bir gediş. Üstə gəlmə qoydum. Sonra məcbur 134 də gəldi bu 102-nin yerinə. Bu da bir gediş. Bunu da buradan yazaq. Və buraları silək. Nə etmişik? Bura 134 gətirmişik. Bura 102 gətirmişik. Yəni gedişlər də burada yazılıb hər bir. İndi 8-i mən məcbur sağa gətirməliyəm. 8 gəldi bura və 8-i bir vaid aşağı 35-in yerinə 2 gediş də buradan gəldi. Yəni buranı silək. 8 gəlib düşdü hara? Bax bura 35-in yerinə. Vəssalam. 3, 5, 2, 8. Tək rəqəmlər hamısı aşağıda deyir, ən alt sırada deyir olsun. Oldu. Neçə gedişə? Burada üstəgəllər baxın. Neçədəndirsə o qədəyə. Deməli 3, 3, 3. 3-də 3-də 9 gedişə tapdım. Təbii ki, ən az tapan da rəy bölməsində bildirsin. Mən də 9 gediş alındı. Şagird də mənə görə doğru yazıb. Növbəti. Gəldik bu sualı məncə 5-6-larda var ya, orada demişəm. Bir də deyək. Baxın, burada mötəzədəki bu şərt demək olar artıqdır da. Demək olar artıqdır. Niyə? Çünki hər birindən cəmi bir dəfə istifadə etməklə çox rahat bir şərtdir. Bunun mötəzəyə məncə ehtiyacı yoxdur. Heç olsaydı belə də, təkrar etmədən desə, elə kifayətlənər də. Bir də mötəzəni burada bağlı. Vəni qoyub, burada görün nə yaradıb və heç bir rəqəm kənarda qoymadan. Əgər mən 3 dənə 3 rəqəmli ədəd düzəldirəmsə, 3 dənə 3 rəqəmli ədəd. Bax, 3 dənə 3 rəqəm. 1, 2, 3. Onsuz da mənim rəqəmlərim də 9 dənədir də. 1-dən 8-ə qədər 8 dənə 0 da var. 9 dənədir də. Mən rəqəmləri təkrarlanmayan, əgər təkrar etmədən deyirsənsə, kifayətlən də heç bir rəqəmi kənara qoya bilərdim mən. Xeyr. Çünki məsələn deyək ki, bura yazdım tutaq ki 102, 345, burada yazdım 678. Bütün rəqəmləri istifadə elədim. Mənim kənarda rəqəmim qaldı ki, o şərti sən verirsən burada belə eləyək də. Şagirdləri məncə çaşdırar da, yəni biraz cümləni çoxaldar. Sonra məsəl üçün şagird əlavə şərtlər olanda, şagird imtahanda, yəni biz burada rahat danışırıq müəllim tərəfdən ya da və yaxud da kimsə şagird gəlib evdə baxa bilər suallara. Amma imtahandasansa, bu əlavə şərt də səni yoracaq. Yoracaq. Əlavə şərtdir bax o.
Çünki əlavə bir də məntiqsiz şərtdir əslində. Çünki hər bir rəqəmi kənara qoymaq halı yoxdur axı. Qoymaq da mümkün olsun. Və belə bir bax əlaqəsiz cümlələr də var. Nəysə. Deyək ki, tələbə bəli burada düz yazıb onsuz da 3 dənə üst rəqəmli ədəd düzəltməliyik ki, təkrar olmaz. Mən tələbənin yazdığı 106, 247, 358 ədədlərini biraz dəyişirəm. Eləyirəm tutaq ki, belə əvvəla bunun izahı nədir? Mən məcbur yüzlük mərtəbəsinə kiçik ədədləri qoymalıyam. Bunları da 1, 2, 3 qoydum. Yəni bu onsuz da dəyişməz olaraq qalmalıdır. Onluq mərtəbəsinə isə yerdə qalan kiçikləri qoymalıyam ki, mənim mümkün cəmim ən kiçik qiymətini tap deyir. Ən kiçik olsun. Onluğa da kiçiklər. Kiçiklər bizdə nə qaldı? 0 da qalıb. 0, 4, 5. 0, 4, 5-i mən bu 0, 4, 5 olaraq qoyub, mən 5, 4, 0 olaraq qoyuram. Heç bir nəticə olmayacaq. Onsuz da bunlar toplanacaq. Cavab dəyişməyəcək. Və ən axırda təkliyə onsuz da mənim əlimdə 6, 7, 8 qalıb. Bunu da qoyuram 8, 7, 6. 8, 7, 6. Və bunları toplayanda görürəm ki, 15, o da 6, 21, 2 yadda, 9, o da 2, 11, 1 yadda, 6, 711. Həqiqətən də şagird burada 711 alıb. Yəni dəyişməyəcək onsuz da. Cavab olacaq D variantı. Belə. Növbəti sual. Bu sual da var idi deyəsən. Bu sualda deməli dostlar, bu birinci hissəyə baxsam, bu hissələrdən istifadə eləməklə, yəni tərkibində bu hissələr də olsun, hansı kubu yaratmaq olar? Böyük kubu yaratmaq olar. Baxın, bu hissəyə baxsam görürəm ki, bir xət üzərində 3 dənə kub var. Biri burada, biri burada, biri burada. 3 dənə. Amma digər hissəyə baxsam, bu xət üzərində 1, 2, 3, bir də burada altda gizlənib. Baxın, burada altda gizlənib. 4 dənə. Deməli ki, mənim məsələn kubum var da, belə bir kubum var, böyük kubum. Düzdürmü? Bizim böyük kubumuzda bax bir bu ölçü var, bir bu yuxarı ölçü var, bir də bu ölçü var. Bunlar standart olaraq hamısı bərabər də kubdur. Və bunlar bizim həmin o, məsələn, alt oturacaq olsa bu, və yaxud da yanım yuxarı hissəsi olsa, və yaxud da bu tərəf hissəsi olsa, 4 dənə olmalıydı. Onda belə çıxır ki, bizim kubumuz 4-ün 4-ü olmalıdır məcbur. 4-ün 4-ü, bir də 4. 3 ölçülü bir olmalıdır. 4, 4, 4. Çünki burada 3 idi. Yəni A variantı ola bilməz burada, ən az. Ən azından 3 ola bilməz. Çünki burada ən azından 4 dənə hissə var. Və bu təbii ki, bundan çox da ola bilər əslində. Yəni 4, 4 olan, əlavə buna məsələn bir dənə altdan artır. Yuxarıda 5 dənə deyilən, bu tərəfə də 5 dənə sağa. 5-in 5-i olsun. Ən azı soruşur burada. Ən kiçik neçə ölçülü? 4, 4 ola bilər. 4, 4-dən kiçik ola bilməz. Çünki ən azından burada 4 dənə kub var idi. Bir düz xət üzərində. Cavab olacaq B variantı, doğru yazıb. Sonra gəldik bu problemli suala. Problem deməyək də. Problem deyəndə biz müəllimlər düşür üstümə. Deyir 4 rəqəmli A ədədi var, B ədədi var. Bunların tərsi, B ədədi bunun tərsidir. Deməli, A ədədinə mən deyirəm ki, A, B, C, D ədədi. Bunu izah eləmişəm əslində digər videolarda baxarsınız. Sürətdə gedirəm. Biraz vaxtım yoxdur. İndi tərsinəsi deyir B ədədidir. Bunları toplamaq lazım. Tərsinəsi də olur D, C, B, A ədədi. Və bunları toplayanda alt-alta yazdım. Alıb ki, 3773 ədədi. 3773. Buradan rahatlıqla görünür ki, A ilə D-ni toplayanda 3 eləyir. 13 elə bilməz. Çünki buradan A ilə D-ni toplayanda 3 düşüb aşağı. Yəni ki, bir sözlə A ilə D-nin cəmi bu suala görə 3-dür. Dəyişməz olaraq. Həmçinin də B ilə C-ni burada toplayıb 7 yazıb. Heç bir yadda olmayıb. B ilə C-ni burada toplayıb 7 yazıb. Düz. Deməli, B ilə də C-nin cəmi səndə 7 olmalıdır. Araşdırsaz ən kiçik ədədi tapa bilərsiniz. Yəni ki, mənim dediyim odur ki, buranı silək. Mənim dediyim odur ki, əvvəldə verilən bütün rəqəmləri müxtəlifdirlə ən kiçik ədədi soruşmaq düz gəlmir. Necə düz gəlmir? Yəni, bütün rəqəmləri müxtəlifdir şərtini mən indi nəzərə almayacağam. Fikir verin. Tutaq ki, bütün rəqəmləri müxtəlifdir şərti yoxdur. Bütün rəqəmləri müxtəlif şərti yoxdur. Mən ən kiçik ədədi tapa bilmərəm. Təbii ki, tapa bilərəm. İndi mənim ədədim A ilə başlayır. Yəni, mənim ədədim əslində A, B, C, D demişdim də mən A ədədinə. A ilə başlayır. A-ya mən 1 versəm, onda D nə olacaq? A-ya 1 verəndə burada D2 olacaq. Çünki 1-in 2-nin cəmi 3 edir. D oldu, deməli 2. Vəssalam. Mən bütün rəqəmlər fərqli işlərdən istifadə eləmişəm hələ ki. Xeyr. Sonra, mən əgər kiçik ədəd axtarıramsa, B-yə 0 verirəm. B-yə 0 verə bilərəm, bəli, əvvəldə gəlməyib. Və gəlirəm bura, B-yə 0 verəndə C nə olur? C də avtomatik 7 olur. Çünki B ilə C-nin cəminə 7 demişik biz. C də olur 7. İndi fikir verin, mən rəqəmlərin müxtəlifdir şərtindən istifadə elədim ya yox? Təbii ki, yox.
Çünki mən ən kiçik ədədi axtarıram da zaten. Ona görə mən B-yə 0 verdim. Ya da ki, belə deyək də, lap o rəqəmləri şərti olsa orada, bütün rəqəmlər müxtəlif şərti olsa, mən də A variantını silə bilərəm, mən də C variantını silə bilərəm, mən də D variantını silə bilərəm. 3 dənə variant gedirsə, bu nə olimpiyada oldu onda? Yəni o rəqəmlərin fərqlidir şərtini oradan götürmək lazımdır. Mənə lazım olmadı məsələn həll eləyəndə sualı. Nəysə, sonra gəldik bu suala. Deməli uşaqlar, ay yoldaşlar. Müəyyən məbləğdə pul ABC arasında bir dənə bax əlavə o söz birləşməsini buna əlavə eləyən bir dənə məsəl üçün riyaziyyat müəllimi tapılmadı ki orada. Bax arasında uyğun olaraq. Vəssalam. Bir dənə hara getdi sual? Bir dəqiqə. Uyğun olaraq baxın. Uyğun olaraq yazsaz arasında sözündən sonra ABCD arasında uyğun olaraq. Sözü olsa əla sualdır. Məsələn bəyəndim. Amma uyğun olaraq söz olmasa belə çıxır ki, mən A-ya da A-ya tutaq ki 5 verə bilərəm, B-yə 3 verə bilərəm, C-yə isə 2 verə bilərəm nisbət olaraq. Uyğun olaraq yoxdur. Məsələn elə adam olar ki düşünər. Dərd orasıdır ki. Elə düşünəndə də cavab var burada. Heç bir cavabı var. Bax əsl dərd bu Y variantında başlayır. Yəni ki, bu sualda ABCD arasında o hissəyə arasındadan sonra uyğun olaraq olsa daha belə deyək də daha dəqiq bir sual olar. Olaraq olsa daha dəqiq olar. Yap deyək ki, birinci uyğun olaraqla həll eləyək sualı. A-ya 2x verməliyəm. A 2-yə uyğundur, B 3-ə uyğundur, C də 5-ə uyğundur. A-ya 2x verməliyəm. B-yə 3x verməliyəm. Yazaq burada A, B-yə sonra deyirlər səhv eləmisən. C 5x verməliyəm. Və bizə deyir ki, C B-dən $100 çox. Yəni ki, C ilə B-nin arasındakı fərq $100. Yəni nə? 5x ilə 3x arasındakı fərq, yəni 2x $100 bərabər olmalıdır. Arasındakı fərq də o. Onda x nəyə bərabər olmalıdır? 50-yə bərabər olmalıdır. Və bizə soruşur ki, onun ümumi məbləği, sileyim. Onun deyir, ümumi məbləği nə qədərdir? Ümumi məbləğ bax burada ABC-nin hamısının toplanması. Bunları toplasaz eləyər, deməli 2, 3, 5, 10x. Eləyər 10x. Biz də tapmışıq axı, x-imiz 50-dir. Deməli, onu nə etməliyəm? 50-yə vurmalıyam. Təbii ki, bu eləyəcək nə qədər? 500. Tamam, okey. Okey, şagird də doğru yazıb təbii ki. Çünki şagirdlər öyrəşib uyğun olaraq sözünü görməməyə bəzi kitablarda. Ona görə də məntiqi olaraq A variantını seçib. Amma indi gəlin mən sizə bunların fərqli olduğu varianta baxım. İndi heç biri cavabı da çıxacaq axı. Yəni buranı silək. Deməli mən nə edirəm? Sualda əgər uyğun olaraq sözü yoxdursa, bax sildim. Sual necə veriblər elədir. O formatadırsa, mən götürərəm, istəyərəm. Bu nisbət mənə deyil mi? Bax, uyğun olaraq. Nisbəti götürərəm. A-ya tutaq ki, 3x deyərəm. A, 3x. B, deyək ki, 2x. Çünki B böyük yox. B kiçik olmalı. C böyük dax. C, 5x. C olsun 5x. Aha. Yəni C B-dən burada 100% böyük olmalıdır. Biz bilirik axı $100 çoxdur. Mənfi ola bilməz. Hə. B ilə C ilə B-nin arasında fərq nədir? 5x-dan 2x-i çıxmaq. Bu bərabər olmalıdır nəyə? Deməli, bu bərabər olmalıdır. Deməli, $100. Buradan alırıq ki, 3x bərabərdir 100-ə. 3x bərabərdir 100-ə. Bu da ola bilməz əslində. Əslində bu nisbət ola bilməz. Gəlin burada A ilə B-nin yerini dəyişək. Onda isə alınacaq. A-da 3x olsa, yox. Gəlin belə eləyək. A-da 5x olsa, C-də 2x olsa, C-də 3x olsa. İndi yenə C B-dən böyükdür. Onsuz da. İndi 3x-dan 2x-i çıxsaq, 100-ə bərabər x olacaq. O da bərabərdir 100 alınacaq. Yəni x 100-dür. Biz də bayaq onsuz da biz tapmışıq da ABC-nin cəmi ümumilikdə nə qədərdir? 10x-dir. 10x də bərabər olacaq nəyə? 10 vur tapdığımız o 100-ə. Bərabərdir təbii ki, nəyə? 1000 manat. İndi olacaq 1000. Cavablarda 1000 varmı? Cavablarda 1000 yoxdur. 500, 600, 7, 8. Deməli, cavabların heç birini seçmək olar.
Yəni burada əslində yəni daha dəqiq suala yanaşsaq məncə, yenə deyirəm, yəni fikir olsa rəy bölməsinə bildirə bilərsiniz təbii ki. Mən daha dəqiq bu suala yanaşsam, daha dəqiq, daha dərindən deyək. Sualda iki variant ola bilər. Ya 500 ya heç bir. Çünki arasında sözündən sonra uyğun olaraq sözü olsaydı 500 cavabı 250 razı idim. 250. Amma arasından sonra uyğun olaraq sözü olmadığı üçün ona görə bu sualı bu cür də yəni nisbətləri paylaya da bilərsən bu cür. Bu formada. Yəni A-ya 5, B-yə 2, C-yə 3x. Nəysə, baxarsınız yenə də. Növbəti sual. Görək hansı sualdır. Mən məsəl üçün bu 8-ci sualda da əslində razı deyiləm. Yəni nədən razı deyiləm? Tutaq ki, Nigar bir mağazadadır. Bilirəm, yəni sual düzdür əslində. Sualı yəni düz olduğunu qəbul elədik. Amma indi baxın görün axırda məsələn belə bir həyatı olaraq, real olaraq bir şey olmayacaq. Nigar bir mağazadadır, dükanda da yəni. Şokoladların tək-tək satılanının qiyməti 2 dollardır. Tək-tək məsələn bir dükana get, mən məsələn elə bir dükan görməmişəm. Ola bilər ya məsələn xırda dükandır, bir dənə məhsulu var, o ola bilər. Ona görə də mən sualı qəbul edirəm əslində. Məsələn bir dükana getmisiniz, orada tək-tək satılan tutaq ki, məsəl üçün deyirəm də, Snickers var, bir də Bounty var, tək-tək satılır amma, tək-tək. Bunların qiyməti eyni olacaq, görmüsünüz elə bir şey. Yəni deyək ki, tək-tək satılan konfet, şokoladlardır burada. Bunlar hamısı tək-tək satılır. Hər birinin qiyməti 2 dollar görmüsünüz, ya 2 manat və yaxud da. Hər birinin qiyməti eyni görmüsünüz. Hər hansı bir dükandır. Mən məsələn görməmişəm də. Xırda dükanlar bilmirəm olar yoxsa yox. Hə, yəni tək-tək satılan bütün konfetlərin qiyməti 2 manatdır, 2 dollardır, yoxsa bu şokoladlardan başqa şokolad varmı o dükanda? Ona indi gələcəm. Sonra deyir ki, cüt 4 ədədlik paketdə. Yenə eyni söhbətdə, yəni 4 ədədlik paketdir. Bir paketdə 4 ədəd. Başqa bir paket varmı? Onun qiyməti 7 dollardır bu birisinin. Başqa bir paketin qiyməti 6 dollar olan varmı? 4 ədəd paketli bir dənə dükanda həmin o şokoladlardan, yoxsa başqa növdə şokolad var, o bilmirəm. Yaxşı olardı ki, burada deyərdi ki, həmin bu 2 növ şokoladdan başqa növ şokolad dükanda yoxdur. Yəni burada qeyd olunan tək-tək 4 ədədlik paketlər halında olan şokoladlardan başqa növ şokolad dükanda yoxdur. Çünki olsa problem yaşayacaq deyəcəm axırda. Deməli, deyək ki, tək-tək 2 dollar, 4 ədədlik paketdə isə 7 dollardır. İndi mənə deyir ki, 26 şokolad almalıdır. Ən az nə qədər məbləğ? Aha. Ən az deyirsə o 4-4-ləri məcbur çoxaltmalıyım. Niyə? Məsələn 26 şokoladı 4 yerə bölsəm daha az pul olacaq. Daha tez qurtaracaq. Amma 26-nı mən tək-tək ayırsam gör nə qədər olacaq? 26 dənə 2 olacaq. Gördünüz? Yəni 26 mən məcbur bölməliyəm o 4-4-lü şokoladları olacaq 6 qalıq 24 qalıq 2. Bu 6-nı nə qədərdən satacaq? 7 dollardan. Niyə? Çünki 4 dənəlik paketin qiyməti 7 dollardır. Deməli 6-nı 7-yə vuracam. 6-nı 7-yə vurdum. Hələ qurtarmır axı. Qalıq qalıb. Üstə gəl. Bu qalıq 2-ni isə 2-yə vurmayacaqsa tək-tək satılanın qiyməti, hər birinin qiyməti 2 dollardır. Tək-tək satılan. Ona görə 2-ni, qalıq 2-ni vuracam hərəsini 2 manatdan. 2-yə. Bu da nə qədər edəcək? 42, bu da 4. 46 manat. Təbii ki, şagird doğru yazıb razıyam. Yəni sualla razıyam, okey. Amma o 2 növ şokoladdan birdən olmasaydı, yəni o hala baxaq. Yəni ki, belə deyək də, olsaydı daha doğrusu. Bu tək-tək satılan şokoladlar var ha. Onlardan məsəl üçün bir dənə başqa növ şokolad var. Deyək ki, bunlar hamısı Snickers şokoladlardır. Tək-tək satılan 2 dollar qiyməti olan. Mən isə deyirəm ki, dükanda bir başqa tək-tək satılan deyək ki, Bounty var. Bunun qiyməti də 1 dollardır. 1 dollardır. İndi görün nə olacaq. Yenə təbii ki, 26-nı böləcəm 6-ya. 4-ə daha doğrusu. 6 qalıq 2. Yenə 6-nı təbii ki, 7-yə vuracam. Üzərinə gələcəm. 2 dənə qalığımı qalmayıb. 2-ni vuracam nəyə? Hərəsi 1 dollardan olanlara. Nə qədər eləyəcək? 42, bu da 2, 44. 44 cavabı da var burada. 44 cavabı da var. Deməli, burada şərt versəydi məncə, versəydi ki, bu iki növ şokoladlardan başqa növ şokolad dükanda yoxdur, daha dəqiq olardı. Amma məsələn belə bir halla rastlaşmışam ki, mən məsələn qəbul eləmirəm, amma deyim sizə baxın, yəni onu da bilirəm.
Bir də görsə Riyaziyyat müəllimi baxar bura videoya. Deyər ki, yox, belə bir şey olmayıb heç vaxt. Çünki məsələdə nə deyilir ancaq olardır. Yəni belə qəbul olunub, mən qəbul eləmirəm məsələn. Belə qəbul olunub ki, məsələdə nə deyilirsə, onun haqqında gedirik hesablamaları. Məsələdə deyilib ki, təkcə satılan qiyməti 2 dollar, 4 satılan qiyməti 7 dollardır. Başqa şokolad yoxdur məsələdə. Ona görə də biz yoxdur qəbul eləyirik. Amma mən qəbul eləmirəm o halı. Yenə də baxarsınız. Növbəti sual asan suala oxşuyur. Kvadratın perimetri 20-dir. Kiçik kvadratın kiçik düzbucağının perimetri 24 sm hər bir. Aha, baxaq. Yenə də məsəl üçün burada şəkillə baxırıq da. Yəni şəkil burada bizdə kvadrat yəqin ki budur ölçüsünə görə. Vizual olaraq baxırıq da. Düzbucaqlı da budur. Bax belə. Perimetr kvadratın nədir? 4 dənədir də. 4 dənə tərəfi eyni olandır. Perimetr deyir kvadratın 20-dir. 20-ni 4-ə bölsəm, deməli belə çıxır ki, bu kvadratın bir tərəfi 5-dir. Bu kvadratın bir tərəfi 5 olduğu üçün ona görə düzbucağın eni də 5 olacaq. Niyə? Baxın, bu xətt və bu xətt paraleldir. Şərtdə deyib ki, şərtdə deməli idi, amma deyib. Hər bir kiçik qırmızı parça, burada verilən bax bu ərazi, iki qonşu xananın mərkəzini birləşdirir. Mərkəzini. Və qırmızı parçanın ümumi uzunluğunu tapmaq tələb olunur. Baxın 5-dir eni. İndi bir dənə də şərt vermişdi ki, düzbucaqlının perimetri 24-dür. Baxın, bir düzbucaqlının əgər eni 5-dirsə, uzunluğu məcbur 7 olmalıdır ki, 7 ilə 5-i toplayıb 2-yə vuranda, bax 5 ilə 7-ni toplayıb 2-yə vurmalıyam da perimetr tapanda. Mənə versin nəyi? Təbii ki 24-dür. Bu da demişdi 24 perimetr. Vəssalam. Deməli o da belə çıxır ki, bir dənə də düzbucaqlının uzunluğunun 7 olduğunu mən tapdım. Vəssalam. İndi baxıram nəyə? Mən görürəm ki, bizdə düzbucaqlının içində olan qırmızı xəttlər var, bir də kvadratın içində xəttlər var. Mən ayırıram bunları. Mən ancaq düzbucaqlıya baxıram. Düzbucaqlının tən mərkəzindədirsə bu xətt, bir dənə bu xətt. Bu 7,5-dir. 7-nin, bax uzunluq 7 deyil. 7-nin yarısı bura düşəcək. 7,5, 3,5. Yarısı da bax bura düşəcək bu əraziyə. Həmən onu 3,5 olaraq adlandırmayacağam. Onları sayıb vuracağam 3,5-ə. Ya da belə eləyəcəm. İkisini 7 deyəcəm. Baxın, biri buradadır. Sonra baxın, biri buradadır. Düzbucağlının içindəkilərə baxıram ancaq. Biri buradadır. Üzülü sayın. Biri buradadır. Ancaq düzbucağlının içindəkinə baxıram. Biri də buradadır. Vəssalam. Nə qədər oldu? Biri burada. Biri bu düzbucağlının içində. Biri bu düzbucağlının içində. Biri burada. 4 dənə. Deməli, nə etməliyəm? 7-ni 7 ayırmalıyam. İkisinə bir 7 baxacam. Bu bir dənə 7 əmələ gətirəcək. Bu bir dənə 7 əmələ gətirəcək. Yəni 7 ilə 7-nin cəmi 3,5-i 7-yə 4-ə də vura biləriz əslində. 7 ilə 7 14 olacaq. Bu elə qurtarmadı. İndi keçməliyəm kvadratın içindəkilərə. Deməli, keçirəm nəyə? Kvadratın içindəki, kvadratın tərəfi, fikir verin, kvadratın tərəfi 5 idi. Tərəfi 5 idi. Kvadratın bax bu hissəsi 5-in yarısı 2,5 olacaq. Bu hissəsi isə yenə 5-in yarısı 2,5. Deməli, bu ikisi birlikdə elə 5 verəcək bizə. Fikir verin. Bax, kvadratın bu ikisi birlikdəsi bizə 5 verəcək. Sonra bax, burada da var ondan. Bu da 5 verəcək. İndi bir dəqiqə. Bir də burada var. Bax. Bax, burada var. Bu ikisi. Bax, diqqətlə baxın. Buradan buraya 5-dir. Buradan buraya 5-dir. Çünki bura 5-dir, axı düzbucağın eni 5-dir. Və düzbucağın buradan da eni 5-dir. Deməli, burası da 5-dir. Bunlar birləşib olacaq nə? 5. 2,5. 2,5 olacaq 5. Yəni bir sözlə bax, burada da var əslində. Hər ikisində olan. Kvadratda düzbucağın ikisində birlikdə olanlar da əslində 5-dir. Sonra bax, ondan burada bax, kvadratın bax, burasında 5-dir. O heç. Bir də kvadratın bax, burasında 5-dir. Düzdürmü? Bəli. Vəsə. Deməli, mən neçə 5 saydım? 1 burada, 1 burada, 1 burada, 1 burada və 1 burada. Nə qədər yeri bu? 5 dənə. 5 dənə də 5 var. 5 dənə də 5. Yəni, nə qədər? 25 oldu. İkisi birlikdə bunlar nə qədər eləyəcək? 14 ilə 25. 39. Yekun cavab. Olacaq o qırmızı parçanın ümumi uzunluğu 39 sm. Cavab C variantı. Şagird doğru yazıb. 10-cu sual. Yenə bax, burada tərcümədə problem var. Tərcümədə ancaq. Tərəfi 4 olan taxta kub. Burada dostlar, kubun tərəfi olmur. Kubun tilləri olur. Bunlar kubun tilləridir. Kubun tərəfi olmur. Kvadratın tərəfi olur. Kvadratın tərəfi bax bunlardır. Kubun isə tilləri olur. Bura, yuxarı və sağa. Deyək. Bu tərəf sözü burada tillə əvəzlənsə daha
dəqiq olar. Nəysə. Deməli, əslində asan sualdır. 4 taxta boru künclərindən 1 sm keçdilər. Burada əslində 4 sm, 1 sm, bunların da önəmi qalmır əslində sualda. Əslində. Yəni, məsələmi niyə verib olsa, onu niyə verib? 4 sm, 1 sm. Nə məna verir? Mən onsuz da bunun üzlərini tapacam axırda. Fikir verin, məsələn, mənə lazım olmayacaq 4 sm, bir də 1 sm. Və bunlar lazım olmayacaq mənə. Bütün 8 küncdə kublar çıxardan sonra alınan fiqurun neçə üzü olacaq? Onsuz da bir dənə məntiqlə baxsaz ki, mən burada nə qədər kəsimlər eləsəm, bu kubun bu qara hissəsi var ha, onsuz da bir dənə üz olacaq da. Naxışlı üz olacaq sadəcə. Nə olsun? O da üzdür. Deməli, onsuz da kubun 600-ü varsa, hardan kəsirsən kəs, 600 olacaq. 600 yerindədir. Yəni 600-ün üzərinə gələcəm. Yəni indi bu kəsiklər elədim. Biri burada, biri buradan, biri buradan, biri buradan, bir də bunların aşağısında da var. Bir də o görünməyən hissələrdə. O görünməyən hissələrdə. Yəni 8 dənə yerdən deyir kəsir. 8 dənə küncdən. İndi fikir verin. Əslində burada məntiq var. Bir dənə küncdən kəssən ha, neçə dənə üzə mənə gələcək? Biri burada, ikisi burada, üçü burada aşağıda. 3 dənə. Yəni 8 dənə künc olduğu üçün 8-i vurmaq lazımdır 3-ə. Hərəsində 3 üzə mənə gələcək. Burada da, bu küncdə də, bu küncdə də, bunun altında da, burada da, burada da, bu tərəfdə də aşağıda. Və buradan, burada da. 8 vur 3. Bu da olacaq nə qədər? 24, bu da 6. 30. 30 dənə üz olacaq. Deməli, fiqurun neçə üzü olacaq? 30 dənə cavab D variantı düzdür. Düz yazıb. Sonra, növbəti sual. Yəni, burada da artıq fikrimi desəm, deyirsiniz ki, bu nə demagog müəllimdir. Burada da əslində, məsəl üçün mən olsam, onun uzunluğunu 3% artırsaq deyirsə, enini dəyişmədən sözünü deməlidir burada. Enini dəyişmədən. Olsun, yaxşı. Düzbucağın sahəsi 48-dirsə, sahə nə deməkdir? A vur B. Şərti olaraq da, yəni. Biz əzbərləmişik A vur B. Əslində o A vur B olmaya da bilər. Şərti olaraq biz qəbul edirik ki, uzunluq A-dır, M B-dir. Ondan sonra deyirik ki, 48-dir. Burada məsələn C vur D olsa nə olar ki? Nə dəyişər ki? Heç bir şey. Uzunluq düzbucağının C olsun, eni D olsun. Bu A vur B-ni də əzbərləmək olmaz. A vur B 48. İndi onun uzunluğunu 3% artırmalıdır. Yəni uzunluq A-ya demişik. A-yı 3% artırsaq, üzərinə 3 gəlsək, vursaq enə, yəni eni dəyişmədən deməlidir əslində. Yaxşı, vurduq enə, B-yə. Sahəsi 66 olacaq, bərabərdə 66. Sonra deyir ki, onun düzbucağının həm uzunluğunu, həm də enini 3% artırsan, sahə necə olacaq? Deməli, mən ikincini, bax burada verilən ikincini vurub atsam, olacaq A vurulsun B, üzərinə gəlinsin 3 vur B. B-yə vurdum da, bərabərdə 66. Sonra görürəm ki, A vur B, məndə yuxarıda var da 48. Bunu yenə 48 yazıram. Buranı silək. 48 ilə 3B-ni toplayanda 66 eləyibsə, deməli 3B özü nədir? 18-dir. Buradan alıram ki, B bərabərdə 6 imiş. Yəni eni 6 imiş. Gəlirəm sonra yuxarı. Bura. Və bura. Enin yerinə 6 qoyanda, baxın, enin yerinə 6 qoyanda, yəni B-nin yerinə 6 qoyanda. 6 nəyə vuranda 48 deyir? 8-ə. Uzunluq da 8 imiş. Yəni A-nın qiyməti 8, B-nin qiyməti 6 imiş. Sonra mənə deyir ki, sualda. Sualda soruşur ki, uzunluğu da eni də 3% artıq vur. Sahəni soruşur. Uzunluq nə qədər idi? 8. 3% artır. En nə qədər idi? 6. 3% artır. Bir-birinə vur. Bərabərdir. Deməli 8 ilə 3-ün cəmi 11 vurulsun 6-nın 3-ün cəmi 9. 11 də 9-a vuran təbii ki 99 cavabını almış olacaq. Şagird doğru yazıb. Növbəti sual. Deməli bu sualı həll edəndə çox rahat bir qayda var. Sadəcə bunların kvadratlarını tapaq. Tərəfi 1-dirsə, bunlar daha doğrusu sahələrini tapaq. 3 dənə kvadrat verilib, bəli. Rəngli hissəni soruşur. Bu kvadratın sahəsini tapın, bu kvadratın sahəsini tapın, bu kvadratın sahəsini tapın. Və ondan düzbucaqlı üçbucağın sahəsini çıxın. Məsələn, yerdə qalacaq bunlar. İndi bu kvadratın sahəsi bizə 1 verəcək. Üzərinə gəlinsin. Bu kvadratın sahəsi tərəfi 2 olduğu üçün 2-nin kvadratı 4 verəcək. Bu kvadratın sahəsi tərəfi 3 olduğu üçün 3-ün kvadratı 9 verəcək. Sahə olaraq 14 tapdıq. Amma biz hamısını tapdıq. Hamısını. İndi oradan bu düzbucaqlı üçbucağın sahəsini çıxacam. Hansı ki, bunun 1 kateti 6-dır. Yəni 1, 2, 3-ün cəmi. 1 kateti 3-dür. Hardan bildim? Çünki bu kvadratdır. Kvadratdır.
Bunun bu tərəfi 3-dürsə, deməli bunun bu tərəfi də 3-dür. Hər bir tərəfi 3-dür. Vəssalam, bir katet 3-dür. Düzbucaqlı üçbucağın sahəsini necə tapırlar? Üçbucaq deyək. Düzbucaqlı üçbucağın sahəsini necə tapırlar? Katetləri, yəni 3-ü vururlar digər katete 6-ya, bölürlər 2-yə. Bu da nə qədər eləyir? 9 eləyir. 14-dən 9-a çıxsan mənə boz rəngli hissəni verəcək. Yəni rəngli hissənin sahəsini tapmaq üçün S rəngləyək. Biz 14-dən 9-u çıxmalıyıq. Bərabərdir 5-ə. Yəni yekun cavab 5 olacaq. Şagird, bəli, şagird doğru yazıb. Olacaq 5. Sonra 13. Bəxtiyar koordinat sistemində çəkilmiş bir üz şəkli üzərində verilmiş çevrilməni etmək istəyir. Çevrilməni bax oxla deyib bizə. Yəni bundan buna çevirməliyik. Oxla bizə deyir ki, ona get. Yaxşı. Onun istifadə edə biləcəyi 2 düymə var. Ya 90 dərəcə saat əqrəb istiqamətində dönən verib burada, baxın bu formada. Ya da digər şəkli X oxuna nəzərən, baxın burada da verib bax bu formada. Bu formada X oxuna nəzərən simmetrik köçürməkdə demək istəyir yəqin ki. Hə. Nə etməliyik? Çevrilməni almaq üçün bundan, yəni bu şəkildən bu şəkili almaq üçün bəxtiyar düyməni ən az neçə dəfə basmalıdır? Ən azı. Ən azı. Mən olsam gətirərəm bura saat əqrəb istiqamətində nə baş verəcək? Bax şagird doğru yaz, bəsində mən də yazım. Şagird doğru yazıb. Yəni onun üzərinə gedəydi. Şagird doğru yazıb. Gətirərəm bura. Görərəm ki, nə baş verir? Bax burada böyük göz olur. Buna böyük göz deyirəm. Böyük göz burada olur. Bəli, şagird baxın bu şəkili alır. Düppədüz alıb. Düppədüz alıb. Sonra isə bir dənə də saat əqrəbə gələrəm aşağı. Onda böyük göz bax burada olacaq. Bax böyük gözlərə baxın, bax burada. Ox qoyduğum yerlərdə olacaq. Bir dənə də aşağı bunu gətirsəm. Saat əqrəb istiqamət. Hə, sonra isə axı mən buradayam. Baxın, onu bir dənə bura çəkim. Böyük göz, bir də balaca. Deyək. Mən axı buradayam. Bax, hal-hazırda buradayam. Neçə gedişəm? Bir bura gəldim, bir bura gəldim. Bax, birinci gediş buradaydı, ikinci gediş buradayam. Hal-hazırda buradayam. Hə. Buradan indi mən, bax buradan, bu gedişdən. Nə etməliyəm? Yuxarı doğru bunu X oxu üzərindən əks etdirə bilərəm. Çünki niyə? Buradakı böyük göz gəlib düşəcək bura. Buradakı balaca göz gəlib düşəcək bura. Düppədüz. Ağzı da təbii ki düzələcək. Vəssalam. Qurtardı, getdi. Deməli bu neçənci oldu? 3-cü gediş oldu onda. Deməli ən azı 3 gediş lazımdır bizə. Şagird doğru yazıb. Ən azı 3 gediş. Ən azı 3 gediş. Sonra Rasim ad günündə bunu səhv yazıb. Təəssüf. A variantı deyil. Təəssüf. Deməli şagird 45 konfeti ibarət qutuda 27 uşaq konfetinin hamısını yedi. Hər bir uşaq ya 1 ya da 2 konfeti yedi. Deməli 1 konfet yeyənlərə mən X deyirəm. Çünki məndən yalnız 1 konfet yeyənləri soruşur. Onlara baxıram. Ya hər bir uşaq ya 1 ya da 2 konfet yedi. Yəni baxım şərtə. Ya 1 konfet yeməlidir, ya 2 konfet yeməlidir. Olsun. 1 konfet yeyənlərə mən X deyirəm. Onda digərinə nə qalır? O ümumilikdə 27 uşaqdır. 1 konfet yeyən uşaqların sayına X demişəm. Digər uşaq sayı olacaq 27 çıx X. 27 çıx X olacaq. Çünki ümumilikdə 27 dənə uşaq var. Düzdürmü? Və 1 konfet yeyənləri mən 1-ə vururam. 1-i vururam X-a. 2 konfet yeyənləri isə 2-yə vururam. Yəni 27 çıx X 2 konfet yeyənləri də axı 2-yə vururam. Və bunların cəmi üstəgəl yazıram. Olacaq ümumilikdə konfet sayı, yəni 45-ə. Və belə bir məhsullu tənlik. Yəni 1 konfet yeyənlərə X deyirəm, 1-ə vururam. Bir dənə konfet yeyib. Ona görə məcburən 1 konfet yeyənlərə uşaq sayına X dediyim üçün digər uşaq sayı 27 çıx X. 2 dənə konfet yediyi üçün bunu 2-yə vururam hər birini. Və ümumilikdə 45 konfet olacaq. So, bunu həll edəcək. X üzərinə gəlinsin. Silim. X üzərinə 27-ni 2-yə vuranda 54. Çıxılsın 2x bərabərdir 45. Hə. X-dan 2x çıxanda mənfi x eləyir. Digər tərəfə atanda müsbət x bərabərdir. 45-də bu tərəfə gətirəndə 54-dən 45 çıxanda 9-a. Elə mənim tapdığım 9 cavabdır. Niyə? Neçə uşaq yalnız 1 konfet yemişdi. 1 konfet yeyənlərə mən fikir verin x demişəm yuxarıda. Cavab burada Y variantı olacaq.
Növbəti sual. Belə cavabdan çıxacam. Şagirdin cavabından. Vaxtım biraz yoxdur. Deməli, səhnədə bax bu görünüş var. Görünmürsə biraz yaxınlaşdıraq. Deməli, bax burada 2 nəfərlik yer, yəni 2 nəfərlik yer dolu yerlərdir də bunlar. Bir burada, bir burada, bir burada, üçü belə yanaşı, 2 burada yanaşı. Yəni burada aktyor buna buradan da baxa bilər, buradan yuxarıdan da baxa bilər ha, variantlara görə. Elə aşağıdan baxıb, tərsinə baxıb. Tərsinə baxıb. Məsələn, D variantına baxsa, deyir qeyri-mümkündür. Qeyri-mümkün variantı axtarsanız cavab olacaq D variantı. Bəli, düz yazıb. Baxın, niyə? Çünki mən buna məcbur, bax bu 2 dənə var ha, bu 2 dənə bir stardadır. Bir dənə hamısını bir sileyim, hamısını göstərim. Qoy dəqiq olsun. Bax bu 2 dənə X-lər var ha. Dolu yerlər. Bax bu burdadır, yuxarıdadır. Bax bu yanakı gələn bu 2 dənə var ha. Bu bir stardadır, bax bunlardır. Yanakı gəlib. Deməli hər şey qaydasında dələk. Sonra bax bunlar var ya, bu 4 dənə yanakı. 4 dənə yanakı, bir də bu tək qalan, arası bir dənə olan. Bu da birisi hansıdır? Bax bu 3 dənə yanakıdır. Daha doğrusu bir dəqiqə. 2 dənə var. Belə gedən var. Belə gedən boş olmalıdır. 3 dənə. Hə də, o bir dənə baxın əlavə eləyib. O bax bura bir x əlavə edirəm. O bir nəfər də gəlməlidir. Bu 4 dənədir, bir də budur. Hələ ki düz gəlir. D variantı hələ ki düz gəlir bax buraydan. O bir dənə var ya, bax buradakı var ha. Ya da daha doğrusu buradakı. Bir dəqiqə başqa qələmlə göstərim daha dəqiq olsun. Bax bu. Yaşıl qələmlə işarə edeyim. Burada yaşıl qələmlə işarə edeyim. Əlavə oturandır. Yəni deyir ki, bir nəfər tamaşaçı da bilet aldı. Daha bir nəfər də. Bax budur. Hə. Yəni burada problem yoxdur hələ ki D variantında. Hələ ki problem yoxdur. Hələ ki problem yoxdur, amma qaytarım yerinə. Bunu göylə deyək yaxşı. Amma bu 2 dənə var ha, burada, küncdə. O da bunlar ola bilməz. Fikir verin. Burada burası boş qalıb, boş xanadır. Amma burada bu küncə yaradıb. Burada bir xana olmalı idi. Yoxdur. Baxın. Bax burada olmalı idi, bax bir qısım biri. Yoxdur orada da. Bu küncə yazıb. Ona görə D variantı burada mümkün deyil. Nasılım? Sonra bax bu sualda mən əvvəllər demişəm, yəni problemim nədir bu sualla? Problem odur ki, 2 saat sonra həm sualı, həm sola oxuyan, yəni palindrom ədəddə. Bundan sonra gələn palindrom ədəd ilk gələn, yoxsa ilk gələn palindrom ədəd desəydi daha da yaxşı olardı da. Yaxşı. Deyək ki, bizim əlimizdə şagird yazıb da burada baxaq onun üzərinə. Deməli 1200 yox, 12921 kilometr yol gedib. Bundan sonra gələn eyni oxunan ədəd bu olacaq. 13031 ədədi, yəni soldan sağdan eyni oxunan ədəd. Ondan təbii ki 12921-i çıxıb şagird 110 alıb. Bəli. Mən biraz sürətli gedirəm. Digər videolarda bu izah eləmişəm bu sualı. 110 2 saat olduğu üçün bunun yolunu, bunun 110 yolunu 2-yə bölüb, yəni tapıb 55 nə? Kilometr böl saat. Kilometr böl saat. Bu sualın ən biabırçı vəziyyəti variantlardır. Burada yazıb ki, kilometr böl S. Hər birində təbii ki. Yəni siz görmüsünüzsə, mənə R bölməsində bildirərsiniz. Kilometr böl S nə deməkdir? Hansı bir yerdə görmüsünüz? Nömrəm var orada. WhatsApp nömrəm var aşağıda, videonun altında. Ora atarsınız həmin mənbəni. Mən də baxaram. Kilometr böl S şəklində ölçü vahidi varsa. Mən məsəl üçün görməmişdim. Kilometr böl saat görmüşəm. Kilometr böl S bu saniyə. Saniyəyə daha çox oxşuyur. S-i saniyə ilə deyir. Onda san yazılır əslində. Onda əslində san yazılır məncə. Bu S-i mən birinizə görürəm. Kilometr böl S. Bu da belə. Sonra bunu da izah eləmişəm. Yenə sürətli gedirəm. 4-4 ölçüsü sudokudur. 4, 5, 8, 15-dən istifadə edib A, B, C, D, F hərflərini ardıcılla yazmaq lazımdır. Baxaq. Elə mən görürəm ki, burada elə baxın, buna baxsam bu sütuna 4, 8, 15 var, 5 yoxdur. Deməli bu yeni 5 yazmalıyam. Yəni bu sütundan davam edəcəm, bu sütundan. 15, 14, 15, 4, 5 var. Deməli 8 yoxdur. Bura 8 yazacağam. La belə sildim. Sonra nəyə baxıram? Baxıram sonra bu sətrə. Bu sətrə. Burada deməli 5 var, 15 var, 8 yoxdur. 8-i mən təbii ki bu C-ni yenə yaza bilmərəm, yuxarıda 8 var idi axı.
Ona görə mən bura 4 yazıram. Avtomatik də 8 düşür bura. Vəssalam. Da hər bir şey doldu. Bax 8, 5, 4 varsa 15 yoxdur, düşdü D-nin payına. Bu tərəfdən 5, 15, 8 varsa 4 də düşdü B-nin payına. Hər birini doldurduq. ABCD sırası ilə deyib bizə. Birinci A gəlməlidir, yəni 8. Sonra B gəlməlidir, yəni 4. Sonra C, o da 4-dür. D, o 15-dir. Y 5-dir. F 8-dir. Bu şəkildə bir cavab olmalıdır. 8, 4, 4, 15, 5, 8. Baxıram, şagird doğru yazıb. B variantı 8, 4, 4, 15, 5, 8. Bəli. Sonra, bunu yəqin ki, çox uşaq başa düşməyib. İzah eləmişəm digər videoda desən, hansısa bir videoda. Ya da ki, elə bu ilk sualdır. Mən bilmədim, elə suallara çox baxmışam. Deməli, bir oyunçu, Cavid hər bir oyunçunun bir oyuncu tam olaraq bir dəfə oynadığını və hər oyunda da heç-heçə bitməyib. Heç bir oyun heç-heçə bitməyib. Ancaq qələbə məğlubiyyət olub onda. Cavid 6 oyunda qalib gəlib, 4 oyunda da məğlub olub. Deməli 6 oyun, 4 oyun və bir dənə də Cavidin özü. Ümumi adam sayı 11 nəfərdir əslində. Düzdürmü? Əgər Cavid 6 oyun kimlənsə, 4 oyun kimlənsə, fərqli adam. Çünki 6-sında qalib gəlibsə, eyni adamla 2 dəfə oynaya bilməz. Fərqli adamla 4 oyunda uduzubsa, onda belə çıxır ki, Cavidlə də kimsə oynayıb. Ümumi oyunçu sayı daha doğrusu 11 olub. Ümumi oyun sayı nə qədər olub? Təbii ki, 11 nəfəri biz düsturumuz var. N vur N çıx 1 böl 2 düsturu. Çünki bir dəfə oynayırlar. Yəni 11 vurulsun. 11-dən 1 çıx 10 böl 2, yəni 55 oyun. Düzdürmü? Bəli. 55 burada oyundur. 55 oyun. Təbii ki, bunu yəqin ki, çox şagird bunu hesablayıb 55-i seçib. Bu 55 oyun bu şərtlərə görə cavab elə 55-in özü olacaq. Hansı şərtlərə görə? Heç-heçə yoxdur deyə. Heç-heçə yoxdur deyə. Məsəl üçün deyək ki, A oyunçusu ilə B oyunçusu oynayır. Məcbur buradan bir dənə qələbə gələcək. Mənə deyir ki, qələbədən ümumi sayı nə qədərdir də? Sonra məsəl üçün deyək ki, C ilə D oynayır. Buradan da məcbur ikisindən biri uduzub bir dənə də qələbə gələcək. Yəni əslində burada elə oyunların sayı hər hansı oyunda görürsüz. Hər oyunda bir dənə qələbə var dostlar. Hər oyunda bir dənə qələbə olduğu üçün 55 elə bizim həm oyun sayımızdır, həm də ümumi qələbələrin sayı da oradadır. Vəssalam, ona görə cavab 55-dir, D variantı. Yəni 55 oyun var, 55 də ümumi qələbələrin sayıdır. Növbəti 19. Burada sadəcə müəyyən düsturlar çıxarmaq olar da. Yəni bu çox gördüyümüz suallardandır. Burada qanunluğunu tapıb düstur çıxarda bilərsən. Məsələn, mənim ağlıma nə gələr? Mənim ağlıma o gələr ki, mən burada bu 1-i ayırıram, bir dənə nöqtəni. Yazıram 1, üzərinə gəlinsin. Götürürəm, nə edirəm? Hələ 1-i götürürəm 1-in özünü, çünki birinci addımdadır. Bu 1-i götürürəm. Vururam 2-yə özümdən. Olur nə qədər? 3. Elə bu da verib ki, 3 dənədir burada ümumi qara sayı. İndi keçirəm o birisinə. Bu 1-i götürürəm buradan. Yazıram 1. Üzərinə gəlinsin. Burada neçədir addım sayı? 2. Vururam nəyə? Özündən 1 vahid çoxa 3-ə. Niyə? Çünki burada 1-i 2-yə vurmuşdum. Özündən 1 vahid çoxa. Burada 2-ni özündən 1 vahid çoxa 3-ə vururam. Nə qədər edir? 3-nə 2 6. Bu da bir 7 dənə. Bəli, burada saysaz görərsiniz ki, 7 dənədir. Sonra məsələn buradakı bu 1-i ayırıram. Niyə ayırıram? Çünki buradakı ilə baxın, buradakı eyni olur deyə bizim cavabımız üst-üstə düşür. Deməli 1 altdan yazıram. 1 3-ü götürməliyəm. Bax bu 3-ü götürməliyəm. 1 vahid çoxa. Yəni vurmalıyam 4-ə. 3 vur 4. 12 o da 1. 13. Həqiqətən də 13 vermişdi. Sonra baxın 4-üyə baxaq. Burada 1-i götürürəm. 1 üzərinə gəlinsin. Bax burada olan şeylər nədirsə, elə bax burada da var. Elədimi? Səhv çəkiblər şəkli. Baxım. 4-cüdə deyir 21-dir. 21-dir. Baxaq. Deməli, mən bir də o qaydanı tətbiq edeyim. 4-ü vurmalıyam nəyə? 5-ə. Mənim qaydama görə cavab 21 çıxır. Nöqtənin sayı 21-dən az oxşuyur. Burada da eləyir 21. Bəli, düz gəlir. Qaydam yəni düz gəlir. İndi sayaq bu nöqtələri. Buram bir dənə silim. Deməli, burada nə qədər eləyir? 5, o da 4, 9, 10, 14, 17, 20. Çox oldu axı elə bil bu. 4-cüdə elə bir nöqtə sayı çox oldu axı. 5, o da 4, 9, 10.
14. Öyle o 5, 19 ya burada ne kadar gör. Maraqlı. Baxın. Hələ bu sualda problemi görməmişdim. Hələ bu hissəsinə heç fikir verməmişdim. 21 dənə qara nöqtə yoxdur axı burada. Maraqlı. Görürsünüz, yəni belə bir problemlər var. Burada bax bu fiqurda burada 21 dənə yoxdur axı, bu deyir 21 dənə. Nəysə, deyək ki bu düz, burası 21 dənə nəzərdə tutdum. Onu paylaşıram ayrıca. Mənə bax imkan verməyəcək də bu olimpiyadalar ki, bir gün belə deyək də sakit oturum yerimdə. Hə, 21. Qaydam nə idi? Mənə nə soruşur? 7-ci fiquru soruşur. Bura dən silək, səliqəli olsun. Bunları silək. Deməli 7-ci fiqurda soruşur. Mənim qaydam nədir? Tutaq ki burada bir 7-ci fiqur var. Buranı soruşur. Mənim qaydam nədir? Bir dənə ayır, üzərinə gəl, 7-ni götür, atdım sayını. Vur bir vahid soxuna 8-ə. Nə qədər? 56, o da bir 57 dənə. Qaydamıza görə 57 dənə Şakir doğru yazıb. 57 dənə qara nöqtə olacaq 7-ci addımda. Yəni qayda aydındır. Qayda aydındır. Təbii ki başqa qaydalar da var. Sadəcə maraqlı gələn burada bax bu oldu. Axırıncı 4-cüdə 21 dənə qara nöqtə var, yoxsa yox? Bir də sayım ki 5 9 10 14 17 20 çox oldu. 21-dən çox oldu. Maraqlı. Nəysə. Keçid alaq 20-ci suala. 20-ci sualda da bizə əslində verməlidir ki, bu buradan belə gəlir. Ya da olsun da bu birisi. Bu var ha, belə gəlir buraya. Deməlidir ki, bu 4də 1 dairədir. 4də 1 dairə sözünü deməlidir mütləq. Yoxsa biz göz ayarı deyə bilmərik o 4də 1 dairə. Nəysə. Deyək ki, tərəfi 4-dür. Tərəfi 4-dürsə deməli bura 4-dür, bura 4-dür. Oranı yazmayaq da, gəl belə yazaq. Deyək ki, bura 4-dür, burada 2-2-dir. Niyə 2-2 yazıram? Çünki M nöqtəsi orta nöqtədir. Orta nöqtəsi deyir M-dir. 2-2 ayırdı. Yəni əslində belə deyək də, bu 4də 1 dairənin radiusu 2 çıxdı. Bax burası. Buralar radiusunda 2 çıxdı. Ümumi kvadratın içində bu 4də 1 dairə var, bax burası. Ya da bax bura. Aha, bax orası. Bax bura. Bura nədir? 4 kvadratdır. Hə, deməli ümumi 4də 1 hissə. Ümumi 4də 1 hissə bax bu buradan burayacam. Bax belə. Ümumi 4də 1 hissə dairənin radius sahəsini tapanda nə edəcəyik? 4də 1-ə vuracağıq ümumi dairənin sahə üstünü. Yəni nəyi? Radiusun kvadratı vur pi. Yəni 4-ün kvadratı vur pi. Bərabərdir. Burada da 4-lər gedər. Onlar 4 pi. Yəni sahə ümumi olaraq, əgər bura qızarsaydı, ağ da qırmızı olsaydı, olardı nə? 4 pi. Amma bu ağı oradan çıxdaş eləməli. Amma indi burada əmma var da. Ağın sahəsini bir dənə tapaq. 4də 1 vurulsun. 2-nin kvadratı, radiusun kvadratı vur pi. Burada 2-nin kvadratından 4-lər gedəcək. Bir dənə pi qalacaq. Olacaq bir dənə pi. İndi burada bir dənə əmma var. Buranı silək. Bu əmma odur ki, mən burada ümumi 4də 1 dairədən bunu çıxa bilmirəm. Niyə? Çünki burada fikir versəz bir dənə hissə qalır. Baba, belə bir hissə, balaca bir hissə. Bu hissə qalır. Yəni sən demə. Mən 4-dən 4 pi-dən deyək də, 4 pi-dən pi-ni çıxanda əslində 3 pi qalmır. Əslində 3 pi qalmır. Ondan daha çox qalır. Üstəgəl qoyuram. 3 pi üzərində bir şey qalır. Çünki niyə? Mən burada əslində 4 pi-dən belə deyək də, pi-ni çıxmıram. Pi-dən az bir şey çıxıram. Pi-dən az bir şey. Ona görə 3 pi-dən daha çox olacaq cavabımız. Yəni cavab burada D variantı düzgün yazıb. 3 pi-dən daha çox olacaq cavabımız. Belə. Növbəti sual, deməli 21-ci sual. Deyir ki, Pinokio yalan danışanda burnunun uzunluğu 1,2 sm sürətlə artır. Düzü deyəndə isə 1 sm sürətlə azalır. Lakin azalma baş verəndə 9 sm-dən qısa ola bilmir azalma. Məsələn, azala getmisənsə, almısan tutaq ki
Məsələn deyirəm də 8,5. Amma sən onu 8,5 yox, o qədər azaltmayacaqsan. 9-da dayanmalısan artıq. Məsələn 10-dan tutaq ki, 10-dan 1.2 çıxa bilməzsən. Ondan 1.2 çıxsan 8 tam edir. 19 qəbul edəcəksən. Avtomatik. Hə. Deməli bir dəfə Pinokio 10 sm boyunda 10 sm uzunluğunda burnu var idi. Gəl bura 10 yazaq. 10. Ondan neynədir? Türkiyə 75 saniyə yalan danışdı. 75-i çevirək birinci dəqiqəyə. Dəqiqədən istifadə edilir axı bu. 75-i böldüm 60-a, 15-i ixtisar eləsəm, olacaq 5 bölünsün 4. Bu da eləyəcək 1/25. Deməli, ondan 1/25 çıxacam. 1/25 çıxanda eləyəcək bizdə, deməli, 8 tam, düz yazıram da, 8,75. Hə, bax, burada 8,75 ola bilməz, demişdi 9 ola bilər ancaq. Deməli, ondan 1/25 çıxanda, onu mən təqribi olaraq 9 götürəcəm. Azada 9 götürürük. 8,15 nə işimiz yoxdur. 8,175 nə işimiz yoxdur. 9 götürdük. İndi gedirəm hara? Hələ bitməyib axı. Sonra deyir ki, Karlo ataya 180 saniyə düzü deyib. Düz deyəndə nə idi? Daha doğrusu burada bir dənə səhv elədim. Yalan danışmışdı. Hə, yalan danışanda artırdı. Hə, bu deyirəm axı. Burada buranı silək. Mən üzərinə gəlməli idim. Onun üzərinə 1,25 gəndə 11,25 eləmiş olacaq. 11,25. Sonra isə Karlo ataya 180 saniyə, yəni nə qədər? 3 dəqiqədə 180-i 60-a böləcəyik. 3 dəqiqə, bəli. 3 dəqiqə yalan danışacaq. Amma mən indi 11,25-dən çıxanda 3-ü bizdə eləyəcək 8,25. Düzdürmü? Bəli. Amma bunu 8,25 götürə bilmərəm. 9 götürəcəm. Növbəti hesablamanı 9 götürdüm 8,25-i. Sonra deyir ki, cırcıramaya da 90 saniyə yalan danışdı. Yalan danışmaq nə idi? 3-ü niyə çıxdım? Çünki düz danışmışdı. Yalan danışanda üzərinə gəlməli idim. 1,2. 90 saniyə. 90-ı 60-a böləndə, 90-a bölüyə 60-a eləyir bizdə deməli 9 bölü 6. 1,5. 1,5 bir də burada əvvəldə səhv etdim. Bir də bunu təzədən başlayayım inşallah. Bir dənə diqqətli olaq. Burada bir dənə də səhv eləmişəm. Üzrlü sayın. Bax, boyu 10-dur. Və bu 75 saniyə yalan danışır. Deməli, artmalı idi o heç. Amma bir dənə burada yeri səhv eləmişəm. Nə qədər artmalıdır? 1,2. Dəqiqədə 1,2. Mən dəqiqəni tapmışam 1/25. Düzdürmü? 75-i böldüm 60-a. Bəli, 1/25. Onu mən vurmalıyam 1,2-yə. Hə. Onu 1,2-yə vurmalıyam, sonra üzərinə gəlməliyəm. Bu da eləyəcək nə qədər? Gəlin bunu belə yazım. 10-lu kəsimdən yox. %25-i vurmalıyam 1,2-yə. 1,2. Burada nə qədər eləyir? Deməli, 12-ni 25-ə vurmaq. Yaxşı. 5-ə bölsəm. Deməli, 100-ə bölsəm. 25-ə bölüm. Burada 4 alım. Burada 5 alım. 4-lə də bu gəlsin. 15. 150 daha doğrusu. 25'e böldüm 4, 5. 4'den de bu 3. Bir dakika. Bir tam %25. Bir tam %25. %125'tir. Bir tam onda 2, onda 12. Hə, burada yüzdə yazmalıyım. Deyirəm axı alınmadı. Deməli 25-ə ixtisararam. Burada 4 qalır. 4 qalır. Burada da 5 qalır. 4 ilə də bu 12 qədər 3 qalır. 15. Bir onda 5. Düzdür? 1 onda 5. Deməli eləcək 1 onda 5. 1 onda 5 santimetr. Yəni onun üzərinə 1 onda 5 gəlməliydim. Əvvəldə səhv eləmişdim. Üzülü sayırsınız. 11 tam onda 5. 11 tam onda 5-dən indi çıxacağım. Çünki nə edir? Düz danışacaq. Karlo Ataya 180 saniyə düz danışır. 180 saniyə 3 dəqiqədir. 3-ü də vurmalıyam nəyə? 1-ə. 1 santimetrdən deyib. 3-ə 1-ə vuranda 3 eləyir. Bu da olacaq 8 tam onda 5. Aha.
8,5 ala bilmər. 9 demişdik. 9 götürəcəm. 9. Yenə təbii ki, üzərinə gələcəm. Nəyi? 90 saniyə yalan danışır axı. 90-ı da 6-ya vuranda 1/5 eləyir. 1/5 eləyir də, düzdürmü? 1/5-i 1/2-yə vuranda 1/8 eləyir. Bəli. 1/8 9-un üzərinə gəlməliyəm. Olacaq 10,8, yəni yekunda 10,8. Deyir, onun burnu uzunluğu neçə santimetr oldu? Oldu ən axırda 10,8. Şagird doğru yazıb. Bir də o yerini xatırlatma eləyim. Biraz səhv oldu əvvəldə. 10 idi boyu burnunun uzunluğu. 75 saniyə yalan o deməkdir ki, 1/5 santimetr artacaq. Niyə? Çünki 75 saniyə 1/25 eləyir. 1/2-yə vuranda 1/5 eləyir. Artacaq. Olacaq nə qədər? 11,5. 11,5 dən çıxmalıyıq nə isə. Çünki düz danışır. 180 saniyə 3 dəqiqədir. 3-ü də 1-ə vuranda 3 santimetr. 11,5-dən 3 santimetr çıxanda 8,5 alınır. Amma onu 9 götürəcəyik. 9 götürdük. 9-un üzərinə də 1,8 santimetr gəldik. Niyə? Çünki 96-ya böləndə 1,5 dəqiqə tapırsan. 1,5-i də burada yazmışam. 1/2-yə vuranda 1,8 eləyir. 1,8 toplayanda yekun cavab, sualın cavabı olacaq 10,8. Növbəti sual. Bu sualı paylaşmışdım. İrad şəklində. Biraz belə deyək də. Mənə biraz gülənlər də oldu. Amma məsələn, reallığa qalsa, belə deyək, yəni reallığa qalsa. Sualda məsəl üçün belə deyək. Məsələn, deyək ki, hər hansı bir heyvan, pişik var tutaq ki, pişiyə hər hansı bir müayinə aparmışıq. Deyək ki, müayinə məsəl üçün deyirəm 5 gün davam edəcək. Pişik qaldı orada. Burada deyir ki, 6 gündən sonra, bax 6 gündən sonra arıları göndərdilər veteran, yəni müayinədə, yəni sağlamlıqdırsa müayinə. Göndərdilər sağlamlıq yoxlanışına. Sonra deyir ki, 6 gün keçdi üstündən. Niyə? Çünki 6 gün keçdi. Bax 6 gün keçdi. Sonra deyir 12-ci günün sonunda. Deməli buradan vuracaq 6 gün keçməlidir. Məsəl üçün pişik yoxlanışı aparmışam, pişikdir məndə. 5 gündən sonra. O özü 6 gün içində gəlir axı həmin o 5. Yəni bizdə arılar nə qədər, neçə gün müayinə olunur? O arılar qayıdırmı müayinədən sonra? Yəqin təbii ki, arılar müayinədən sonra qayıtmalıdır da. Gedib qalmır ki orada. Müayinədə. Biraz yəni fərqindəyəm ki, dərin düşünmüşəm sualı. Amma adamda sual, məsələn, məndə yaranıb sual, həmin sual. Bilmək olmaz, bəlkə də hansısa şagirddə yaranıb, o bilmək olmaz. Sadəcə bu tip suallarda indi suala baxaq. Hər 3 gündən bir 2 qat artır. Deməli, əvvəl başlanğıcda arı vermişdi ya 100-dür. Deməli, əvvəl arının sayı 100-dürsə, 100 idisə, 1 gündən sonra oldu 200. 3 gündən sonra oldu 2 qatı, 400. Çünki 200-ün 2 qatı. Bu bundan 2 dəfə çox, bu bundan 2 dəfə çox olmalıdır. Hər 3 gündən bir. 6-cı günün, bax burada 3 gün oldu, burada 3 gün oldu. 6 gün tamamlandı da. 6-cı günün axşamı arıların 10% getdi. Sağlamlıq üçün. Arılar nə qədərdir? 400 saydadır. Axı 6 gündən sonra 400 olacaq. 400 saydadır. 400-dən 10% getməlidir. Nə qədər qalmalıdır? 400-ün 90% qalmalıdır. Yəni 400-ün 90%-ni tapsaz, qaldığını tapacaqsınız. Vurdunuz 90-a böldünüz 100-ə, təbii ki 360 eləmiş oldu. İndi 360-dır. Arıların sayı hal-hazırda 360-dır. 6-cı gün axşam. Axşamdan sonra deyək, də belə deyək. 360-ı 2 qatı eləyəcək 720. 720-ni 2 qatı eləyəcək deməli 40. 1440. 1440 bax. 3 gündən sonra 720 oldu. 3 gündən sonra 1440 oldu. Hal-hazırda 6 gün yenə getdi. Bax 6 gün əvvəldə keçmişdi. 6 gün yenə getdi. 12-ci günün sonunda deməli başqa nə ilə göstərim? 1440 sayda arı oldu. İndi isə yenə 12-ci günün sonunda axşamı deyir 10% yenə getdi. 10% yenə gedəcək. Yəni 1440-ın. Nə qədər deyir, tərəfi neçə arı oldu? 12-cinin sonunda təsəvvürdə neçə arı oldu? Neçə arı qaldı da yəni. Yenə də 1440-ın 90%-ni tapsaz qaldığını tapacaqsınız. Vurdunuz 90-a böldünüz 100-ə. Təbii ki 2 sıfırları sildiniz. 9-u sadəcə 144-ə vurmaq kifayətdir. 36 3 yadda 39 1296 yekun cavab. Mən sizinlə razıyam. 1296 cavab da Y variantı şagird doğru yazıb. Amma sadəcə bir dənə onu diqqət eləyərsiniz. Görün məndə hardasa bir yerdə səhv varmı?
o cümlədə. Yəni bunlar 6 gündən sonra arıları göndərdilər sağlamlıq üçün müayinəyə. Sonra yerdə qalan arada 6 gün var. Arada 6 gün var da 6 gün keçib 12 günə girmək üçün arada burada 6 gün var. O arada arıların müayinədən qayıtmamasını kim sübut eləyə bilər? Yəni kim sübut eləyə bilər ki, o arılar qayıtmayıb müayinədən? Məndə budur problemi sadəcə. Sonra burada çox adamın səhv yazdığı sualdır bu da. Bunu da şagird səhv yazıb, təəssüf ki. Yaxşı gedir deyil. Deməli burada şagird bəli səhv yazıb. Bu sualın cavabı 15 olacaq səhv eləmirəmsə bir dənə baxaq. Baxaq, bunlar PQT bir də QU bərabər tərəflidir, üçbucaqdır. PQR'sı kvadratdır. RUT bucağının ölçüsü lazımdır. Baxaq buna, biraz şagird yazıb, mən də biraz yazacağam. Deməli, PQT bərabər tərəfli üçbucaq olduğu üçün tez bura 60'ları yazdıq. Yazaq da bizdən nə gedik? 60'ları yazdıq. Başqa sözlə də, bir də ki, root bucağını soruşursa, bu şagird bu xətti özündən yazır, bu xətt burada yox idi. Bu xətt burada yox idi. Biz özümüz onunla çəkməliyik də. Biraz problem yaşamışdı, Telegramda gördüm. Onun qorxusu yoxdur uşaqlar. Götürün bu uc U təpəsindən, əgər burada özləri verməyibsə. Gəlin bu T-ni birləşdirin. Baba belə. Bu xətti verməmişdilər, problem yoxdur. Biz U-dan T-yə ən azından bir dənə xətt çəkməliyik ki, təpə nöqtəsinə. U təpə nöqtəsindən T təpə nöqtəsinə. Biz buradakı RUT bucağını sual adlandırıram, tapaq. Götürün nə eləyin? 60'ları yazın. Baxın, bu üç bucağın bu hissəsinə 60 yazmalısınız, bu hissəsinə 60 yazmalısınız. Düzdürmü? Düzdür. Buraya hələ 60 yazmıram, ümumilikdə 60 olmalıdır. Lapsis yazaq. Bu bucaq ümumilikdə 60 dərəcə olmalıdır. Ümumilikdə. Aha. Bir də biz nəyi bilirik? Biz onu bilirik ki, bax bu bucaq 30 dərəcə olacaq. Çünki bu bucaq kvadrat olduğu üçün 90 dərəcə əmələ gətirir. Bizə ora yox, bizə harala. Bir də buradan belə çıxır ki, buradan belə çıxır ki. Kvadratın bu tərəfi x-dırsa, başqa qələm yaşıl. Əgər kvadratın bu tərəfi x-dırsa, kvadratın bu tərəfi də x-dır. Sən demə, bu bərabər tərəfli üç bucaqlar bir-birinə bərabərdir özlərində. Niyə? Bu tərəf x çıxdı. Bu üç bucağın da tərəfi də x çıxdı. Kvadratın oturacağı, üç bucağın oturacağı kvadratın tərəfi də burada x çıxdı. Gördünüz? Yəni bu üç bucağından əslində RUQ üç bucağı ilə PQT üç bucağı əslində özləri bir-birinə bərabər çıxdı. Bərabər tərəfli olmasından əlavə. Vəssalam. Ondan sonra nə etmək olar? Ondan sonra nə etmək olar? Gəlmək olar bax bura. Deməli, mən biləm ki, bura 90 dərəcə əmələ gəlməli idi. Bax bura. Düzdürmü? 90 dərəcə. Çünki kvadratın bu hissəsi 60 verildi. Bərabər tərəfli üç bucaq. Bu hissəsi qaldı. Bura nə yazım? Təbii ki, 30 yazmam. 90 olmadı. Bura 30 yazdım. 30 yazandan sonra ehtiyac varmı? Baxaq bir dənə. Ondan gedim daha rahat. Necə gedim daha rahat? Daha rahatı var. Bəli. Yox. 30 yazmalıyam ona. Sonra rahatı var. 30 yazandan sonra nə edəcəm uşaqlar? Bax 30 sonra yazandan sonra baxacam bax bu üç bucağa. T, Q, U üç bucağına. Onu çıxardım siz üçün görəsiniz. Deməli. Bax, bura T, Q, U. Bir dənə diqqətlə baxın, bax bu üç bucaqdır bax. Bir dənə rəngliyim oranı. Bax bu üç bucaqdır. Sarı ilə qeyd edelim. T, Q, U. Görürsünüz yəqin. T, Q, U. Bu üç bucaqda bu tərəf x-dır, bu tərəf x-dır, bura isə 30 dərəcədir. Daha doğrusu 90 dərəcə. 30-dan 60 da var orada. Bura isə 90 dərəcədir. Fikir verin. Bax bu üç bucaqda bura 30-dan 60 Q-nın payına düşür. Və bu tərəf x-dır. Bu tərəf x-dır yenə. Düzdürmü? Düzdür. 90-dırsa, əgər bu bərabər yanlı üç bucaqdırsa, deməli məcbur bura 45 yazmalıydıq. Düzdürmü? Düzdür. İndi gəlirəm bu şəklin özünə. Şəkildən bəzi şeyləri silirəm.
Və bunları silirəm, artıq şeylərdir. Sonra məsələn bu 60 silirəm. Sonra ancaq o üç bucağı saxlayacağam orada. Bunları hamısını silim, tezdən yazaram. Deməli, bax burada ancaq nəyə saxlayıram? Bax burası x demişdik. Burası 90 aldıq. 30 və 60. Burası x olduğu üçün. Və burada sualdır. Burada təbii ki 60'lardır. Aha. Deməli, burada 90 olduğu üçün, deməli, bura 45'ləri yazdım. Bax, bir də şəkli göstərim. O TQ üç bucağını. Burada qeyd eləmişim. 45, 45, 90 üç bucağı imiş. 45 yazandan sonra mən demişdim ki, bunun ümrüsü nə qədərdir? Ümrüsü 60 dərəcə idi. Baxın, ümumi bucaq bura 60 dərəcədirsə, 60 dərəcədən bu 45'i çıxsam, sualın yerinə 15 dərəcə. Dərəcə işarəsini yazmalıyam, onları yazmıram çox vaxt. 15 dərəcə olacaq. Bax belə. Cavab B variantı. Nəhayət axırıncı sual. Bəsit sualdır əslində bu, axırıncı sual üçün. Əslində 7-8'lər üçün. Baxaq. Deməli, bura bir x yazsaq, ümumilikdə bu düzbucağının bu hissəsi 22 üstəgəlsin x olacaq. Düzdürmü? Düzdür. 22 buradan buradır, bir də x var. Uzunluq 22 üstəgəl x olacaq. Bu düzbucaqlı eyni düzbucaqlar olduğu üçün buradan buraya uzunluq 22 üstəgəlsin x olmalıydı. Bura 16 üstəgəlsin x-i varsa 6 çatışmır. Deməli, bura 6 yazmalısın. Davam edirsən. Bu düzbucağının burası 22 üstəgəlsin x olmalıydı. Onda belə çıxır ki, bir də bu tərəfdən baxsan, bu düzbucağının bu hissəsi 22 üstəgəl x olduğu üçün burada 6 çıxdı. Çünki bura 22'dir. Bura bax, şagird düz yazıb. X-dır. Bura 16 üstəgəlsin x. Üstünə 6 gəlməliyim. 6 düşdü bura. Vəssalam. Ortada isə sən demə bu düzbucağının uzunluğu alındı əslində. 6, 12 buradan buraya. Buradan buraya 6 almışam. Fikir verin. Yəni x deyirsən, sadəcə orada uzunluğa görə istəyirsən. Nə qədər olacaq? 6, 6. 12, 12. 24 oldu. Bu düzbucağın uzunluğu 24 oldu. Eni isə burada verib də sənə. Uzunluq 24. Eni isə buradan buraya da 18. Vəssalam. Sadəcə bunun nə istəyir? Hər bir düzbucağın sahəsini istəyir. Vəssalam. 24'ü 18'ə vurmalıyıq. 32, 3 yadda. 16, 192. Bir də 24 yazmalıyıq. 432 eləyir də səfər mənsə. 432. Yəni cavab 432 olmuş olacaq. Doğru yazmış şagird. Hələlik bu qədər dostlar. İndi sualları bilsəm, özüm bilsəm və ya vaxtım olsa, belə deyək, 9-10'cuları da paylaşaram. Amma söz vermirəm, yenə deyirəm. Çünki mən bildiyim şeyi paylaşıram. Bilmədiyim şeyə də, belə deyək, şobut səslənsə də baş qoşmuram. Və yaxud da haradasa bir səhv eləmişəmsə, yenə də videonun hansı bir hissəsində deyərsiniz, rəy bölməsində faydalı olsun. Yəni faydalı bir rəy yazın da. Daha deməyin ki, kimdə cəmaatda səhv tutur, özü 2 saata hesabladı. Yaxşı sualı məsələn. Diqqətinizə görə minnətdaram. Digər videolarda inşallah görüşərik.